Teleaparıcı İrana rəğbətə görə nə az nə çox 3 il azadlıqdan məhrum edilib. Gündəm xəbərin efirində 7 iyun tarixli və bir məlumatı diqqətinizə çatdıracaq. Belə ki, Küveytdə teleaparıcı İrana görə ağır həbs cəzasına məhkum edilib. Küveytin dövlət televiziya aparıcısı Zeynəb Dəşti Amerika-İsrail-İran müharibəsi ilə bağlı İrana rəğbət ifadə etdiyi iddia olunan sosial media paylaşımlarına görə 3 il azadlıqdan məhrum edilib və qeyd eləyək ki, ona qarşı düşmən dövlətə rəğbət bəsləmək, məzhəb qarşıdurmasını qızışdırmaq və milli təhlükəsizliyə zərər vurmaq ittihamları irəli sürülüb. Məlumata görə Zeynəb Dəşti mart ayından bəri həbsdə saxlanılır və eyni zamanda da bildirilir ki, Küveytdə münaqişə ilə əlaqəli və İran tərəfdarı hesab edilən çıxışlara qarşı aparılan geniş miqyaslı əməliyyatlar çərçivəsində təxminən 1200 nəfər saxlanılmış vəziyyətdədir. Bəli. Məlum olduğu kimi İran son günlərdə məhz digər müsəlman ölkələri ilə arasında ərəb ölkələri ilə gərgin bir dönəmdədir, xüsusilə Səudiyyə Ərəbistan və Küveyt və Dubayda. Və eyni şəkildə də bu ölkələrin hər birində bu şəkil sistemlər davam eləməkdədir və rəğbət xarakterli hansısa bir paylaşım olduqda isə bununla bağlı dövlət tərəfindən lazımi addımlar atılır.